Hər bir insanın özünə görə gəldiyi bilgi və təcrübəsi olur. Məsəl üçün, mən gəlmişəm, məsəl üçün deyirəm də, keçmiş həyatımda 3-cü sinifə kimi oxumuşam. Mən indi 4, 5, 6, 7 çatsam 11-ə kimi oxuyacam. Gəlir o həmin hissəni missiya qoyur, həmin missiyanı keçir. Adam da var ki, artıq magistrdir. Magistrdir, yəni gəlib, yüksək ruhlu adamdır. Bunu aparıb salırlar ki, sən get, nə bilim, riyaziyyat müəllimi ol. Bu magistr deyə, bu riyaziyyat, bu məntiqi şeylərlə, bu yaradıcı adamdır. Bu ən yaxşı halda rəssam və ya memardır, və yaxud da rejissordur, və yaxud da artistdir. Yəni, yaradıcı insanların çoxsu baxsaz, yüksək ruhlu adamlardır. Sadəcə onların da həyatlarında, o sosial həyatlarında alınmayan şeyləri dünya görüşünə bağlıdır.